Salam, yazda göy göyərtinin tam mövsümüdür. Gəlin sizinlə Azərbaycan mətbəxindən içliyi bol, xəmiri nazik, yumuşaq, ətirli və çox ləzzətli Bakı üsulu göyərti qutabı hazırlayaq. Əvvəl götürdüyümüz quru soğanları narın kub şəklində doğrayaq. Bu arada dəyərli izləyicilər, zəhmətimizi qiymətləndirmək üçün bu videoya ürək qoymağı, yəni bəyənməyi unutmayın. Soğanı yağda qovuraq. Ardınca ələnmiş una duz və apardığı qədər ilıq təmiz su əlavə edib qulaq məməsi yumşaqlığında xəmir yoğuraq. Ərzaqların miqdarını reseptdə qeyd edəcəyəm. Biz göyərti qutabına demək olar ki, bütün göyərtilərdən əlavə edirik. İndi əlimizdə yoxdur, amma olsa gicitkan, əmək köməci, quş əpbəyi, əvəlik, cincilim, turşən, kəvər də əlavə edirik. Xəmiri yoğurduqdan sonra üzərini örtüb bir qədər gözlədirik. O vaxta qədər təmizləyib axar suyun altında tərtəmiz yuyub pambıq parçanın arasında suyunu aldığımız göyərtiləri incə-incə doğrayırıq. Əvvəlcə götürdüyümüz göy soğanın ağ baş hissələrini incə doğrayıb soğan bir qədər qovrulduktan sonra tavaya əlavə edib duzunu vurub onunla birlikdə qızılı rəngi çalana qədər qovururuq. Daha sonra göy soğanın qalan yaşıl yarpaqlarını da incə doğrayıb içliyi hazırlayacağımız ləyənə yığırıq. Göy soğandan əlavə dağ keşnişi, şüyüd, ıspanaq, yəni şomu, keşniş və cəfəri, yəni petruşka göyərtilərini də incə doğrayıb ləyənə yığırıq. Yazın görək, bəs siz göyərti qutabına hansı göyərtiləri əlavə edirsiniz? Bəzən elə yeməklər olur ki, hansısa ərzağı çatmasa, bizə görə həmin yeməyin dadı, ləzzəti qaçır. Bəs hansı göyərti olmasa siz göyərti qutabını hazırlamazsınız? Doğradığımız göyərtiyə qovrulmuş soğanı, zövqə görə qara istiot, qatıq və zirinc əlavə edib yaxşıca qatıb içliyi hazırlayırıq. Xəmirin yarı hissəsini kəsib götürürük, sadəcə yarı hissəsindən qutab hazırlayacağıq. Onun çəkisi təxminən 26 qramlıq 20 hissəyə bölüb kündələyib yığırıq. Tutduğumuz kündələrin üzərini örtürük ki, qurumasınlar və onları bir-bir 26 cm diametrində nazik açıb, içləyib qutab formasında büküb yığırıq. Xəmirin digər yarısından da yayma, yəni lavaş hazırlayacağıq. Fətir, fəsəli də hazırlamaq olar. İçliyi bir qədər bol əlavə edirik. Əla olur. Xəmiri nazik, içliyi bol. Narahat olmayın, xəmir yırtılmır. Qutab gür atəşdə bişməlidir ki, sinsiməsin. Ona görə də əvvəlcədən sacı qoyuruq ocağın üzərinə, kifayət qədər isidirik. Sacı qalın tava ilə də əvəz etmək olar. Amma tavanı əvvəlcədən isidirik. Daha sonra bükdüyümüz qutabları bir-bir tavaya yerləşdirib, o üz-bu-üz qızardıb, qızardıqdan sonra bir pambıq parçanın üzərinə tək-tək səririk ki, soysunlar. Soyduqdan sonra onları üst-üstə yığırıq. Bu da Bakı üsulu göyərti qutabı. Siz də eyni bu qaydada hazırlayın və nəticəni bizimlə bölüşün. Hazırlayanlara əvvəlcədən nuş olsun. Hələlik.